Və deməli, mən Yusuf Ali Vaqifoğlunun oğlunun atasıyam. Deməli, mən qürur duyuram ki, mənim oğlum müharibədə şəhid oldu. Bu qədər. Can ata, Allah sənin səbrini versin. Çox sağ ol. Sənin dilindən bu sözləri eşitmək bizim üçün böyük şərəfdir. Yəni vətən sağ olsun. Yəni acı da olsa. Bəli, bayrağa bükülüb gedən, bayraqla gedən oğullarımız bayrağa büküldülər, gəldilər. Çünki onlar bayraq uğrunda, vətən uğrunda, torpaq uğrunda şəhid oldular. Bir daha yerləri cənnət olsun. Allah anamıza da səbir versin. Gözəl Nurani anamıza, Nurani atamıza. Gözəl ailədilər həqiqətən. Bacımız da söz desin. Kübra bacımız. Mən də Yusuf ağayının bacısıyam, böyük bacısıyam. Mən də ona fəxr edirəm ki, mənim belə qəhrəman qardaşım var. Qızım da həmişə deyir ki, mənim dayım qəhrəmandır. Yəni bizdən sonra onlar bu necə deyim, problemləri yaşamayacaqlar. Sərbəst gezəcəklər bu torpaqda ki, dayısı belə qəhrəman olub, torpaqları alıb. 30 il bizim alnımıza qara ləkə sürmüşlər, onları təmizlədilər. Necə deyim, qadınlarımızın yaylıqlarını təzədən başlarına qaytardılar. Ona görə onlara fəxr eləmək lazımdır. Kişilərimizə də qeyrət torpaqlarını yerə götürdülər. Həmişə mən Rusiyada yaşayan qohumlar var, deyirdi ki, orada erməni olanlar deyirlər ki, gelin torpaqlarınızı alın da. Amma bugün onu deməyə cəsarətləri yoxdur ki, çünki alındı torpaqlar. Ona görə sevinirik, həm də ki, kədərlənirik ki, kəş o sevinci onlar da gəlib yaşayardılar. Elə gözləyirdim ki, onun dilindən eşidərdim ki, o qəhrəmanlığından danışardı, orada necə vuruşduğunu. Həmişə onsuz da danışırdı. 17 oktyabr axırıncı danışığımız oldu. Deyirdi ki, bacı mənə göstərirlər televizorda. Dedim, hə, Füzuli, Xocavənd, biz almışıq da o torpaqları. Nə qədər əziyyətli olsa da, amma heç vaxt daha çəkilməyib. Füzuli, Xocavənd, vətən uğrunda medallarla tərtib olunub. Yəni, heç qorxmaz, igid, belə mərd qardaşı idi. Qardaşım olduğuna görə demirəm. Yəni, onun əhatəsində olanlar da bunu təsdiqləyir. Mən də onunla həmişə fəxr edirəm ki, mən onun bacısıyam. Bu qədər. Bir bacı, bir qardaşı. İki bacı, bir qardaşı. İki bacı. O bir bacının adı nədir? Əminə. Əminə bacı. Ona da buradan salamlarımızı çatdırır. Burada olmasa da ürəyi hər zaman buradadır. Anamız da bir kəlmə danışsın. Anamız. Nəzakət ana. Danışa bilirsənsə bir kəlmə danış. Qoy paylaşalım da. Mənim oğlum Yusuf Ağani qəhrəmandasına şəhid. O çox mehriban, çox ürəyi təmiz uşaq idi. Nə deyim, mənim üçün çətindir danışmaq. Bu qədər. Allah şəhidlərimizə rəhmət eləsin hamısına, ailədə üçün. Sən oğlun qəhrəmandır, oğlunuz qəhrəmandır. Bütün şəhidlərimiz hamısı qəhrəmandır. Hamısı qəhrəmandır, bütün şəhidlər hamısı qəhrəmandır. Demək olar ki, qəhrəmancasına torpaqları aldılar, verdilər həmin ərazidə yaşayanlara. İndi Qarabağ Azərbaycandır, Azərbaycan da Qarabağdır. Biz fəxr edirik ki, Qarabağ, Azərbaycanın igidləri çox igidliklər göstərirlər. Altı qısaca mən bilirəm, bunu el-oba, bütün Qarabağ əhli, Azərbaycan əhli, eşidən, bilən, görən, tanıyan, hamısı bilir, bu qədər. Allah razı olsun. Sağ olun. İmran Əmrahov, şəhidimiz İmran Əmrahovun anası Xəyalə ana. Allah ruhunu şad eləsin, məqamı ucaldır, həmişə ucalsın. Allah sizlərə səbir versin, Şəhid anası da qüvvə versin. Oğlu şəhid. Allah rəhmət eləsin. Şəhidlərin hamısına. Amin. Amin inşallah. Məkanları cənnət, məqamları ucaldır.